50 ildir ki Bakıda yaşayıram. 50 il bu Bakıda yaşasam da yaşadığım qədər Bakını sevirəm. Amma etiraf eləyim ki, bu günə qədər mən Bakıda ürəyim istəyən bir yeri tapıb ürəkdən gəzə bilmirdim. Nəhayət ki, həmin yeri tapdım. Söhbət Hərbi Qənimətlər Parkından gedir. Məhz bu Hərbi Qənimətlər Parkı Azərbaycanın Qarabağ müharibəsində qalibiyyətini əks etdirir. Mənə elə gəlir ki, bu park bundan sonra Bakının ən gəzməli, görməli yerləri ilə real rəqib ola bilər. Mən getdim parkı gəzməyə. ...44 gün davam edən Vətən müharibəsinin nəticələrini bundan sonra Bakıda, şəhərin ən gəzməli yerində, Yeni Bulvarda Qənimətlər Parkında görmək mümkündür. Bu parkı gəzərkən Azərbaycan Silahlı Qüvvələrinin misilsiz qəhrəmanlığının nəticələrini görməmək mümkün deyil. Bu park həm də bizim şəhidlərimizin xatirəsinin əbədi yadigarıdır. Bu park bizim əsir döyüşçü olduğumuzu bir daha elə bizim özümüzə sübut edir. Qənimətlər Parkında gəzərkən sevinç və qürur hissi təsir edən ilk hisslərdir. Ali Baş Komandan İlham Əliyevin Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılması ilə əlaqədar sərəncam imzalaması, eləcə də Hərbi Qənimətlər Parkını yaratmaq təşəbbüsünün çox irəli gedən məqamları var. Təsəvvür edin, şəhərin ən görkəmli yerində Azərbaycanın qalib olduğunu göstərən bir park. Şəhərə gələn əcnəbi qonaqların Formula 1 və futbol üzrə Avropa çempionatının keçiriləcəyi günlərdə turistlərin daim diqqətini cəlb edəcəyi bir məkan. Bu, Azərbaycanı dünyada tanıtmaq üçün yerinə düşən addım deyilmi? İndi bütün dünyaya istərəm baxsədəm. İndi bütün dünyaya istərəm baxsədəm. Qalaba bizdən. Hərbi Qənimətlər Parkı bundan sonra ən çox selfie çəkiləcək bir yerə də çevriləcək. Ola bilməz ki, 5 hektarlıq Qənimət Parkında gəzəsən, 300-dən çox hərbi eksponata baxasan və şəkil çəkdirməyəsən. Qısa zamanda bu park Bakının ən çox gəzilən ərazisi olacaq. Artıq parkın ərazisinə girəndə əhval-ruhiyyə tamamilə dəyişir. Hərbi əməliyyatların keçdiyi yerdə olan bir şəxs kimi deyə bilərəm ki, parkın kandarından keçən kimi özünü döyüş zonasında hiss edirsən. İlk olaraq hər bir şəxsi erməni avtomobil nömrələrindən ibarət məşhur lövhə və müharibənin gedişatını özündə əks etdirən tablo qarşılayır. Gəzinti zamanı parkı hazırlayanların kreativliyinə heyrətlənməmək mümkün deyil. Hərbçi və dizaynerlər bütün elementlərə diqqət ayırıb. Oturacaqlar mərmi yeşiklərindən, işıq dirəkləri 100 mm-lik mərmi girizlərindən hazırlanıb. Zibil qutularını 152 mm-lik artilleriya girizləri əvəz edir. Bu elementlərin hamısı vaxtilə ermənilərə aid idi. Eləcə də fiziki qüsuru olan şəxslər üçün istirahət yerləri, sanitariya qovşağı, kofe və çay güşəsi hərbi üslubdadır. İkinci cərgənin bir ekspozisiyası dərin fəlsəfi mənası ilə məni daha çox cəlb etdi. Hərbi Qənimətlər Parkında gəzəndə çox maraqlı yerləri hər addım başı görmək olur. Onlardan da biri məhz bu ekspozisiyadır. Düşmənin boş qalmış şlemlərindən ibarət olan bir yerdir və bu şlemlərin hər biri əslinə qalsa düşmən ordusunun əskərlərini bizim atəşdən qorumaydı. Xeyr olmadı. Nə qədər giyindilər, nə qədər özlərini qorudular, alınmadı. Azərbaycan ordusu 44 gün ərzində düşməni sözün hər bir mənasında başa saldı ki, güclü kimdir və güclü necə olar? Bizim döyüşçülərin dəbilqəsi başında, düşmən dəbilqələri isə parkda. Məhz bu ərazini keçərkən sadəcə dayanın və düşünün. Bir balca düşünüb, bizim necə bir problemi həll etdiyimizi anlayandan sonra gəzintiyə davam edin. Gəzinti zamanı dron və artilleriyamızın, eləcə də idarə olunan raketlərimizin məhv etdiyi T-72 tankları, BMP-1 və 2-ləri, müxtəlif kalibrli və təyinatlı topları, zenit qurğu və komplekslərini, artilleriya kəşfiyyat sistemlərini, radar və minalanma komplekslərini, bir sözlə düşmənin hər növ texnikasını görəcəksiniz. Hər texnikanın qarşısında məlumat tablosu imkan verir ki, baxdığın silah və sursatla tanış ola biləsən. Parkı gəzərkən düşmənin bizə qarşı istifadə etdiyi istənilən silah və texnika növünü görmək olur. Eləcə də düşmən bunkerlərdir. Olduğu kimi yerin altında, eyni ölçüdə və eyni formada. Sonra isə ermənilərin bunkeri. Bunkerin içində olan bütün eksponatlar vaxtilə düşmənə məxsus olan əşyalardır. Plakatlar da, şəkillər də, hətta yerə döşənən üzlük daşı da. Düşmənin bunkerinin içindəyik və gördüyünüz buradakı hər bir element heç də hansısa bir marketdən alınmır. Bütün bunların hamısı düşmən bunkerindən gətirilmiş elementlərdir. İstər qaşığı, boşqabı,
duz qabısı, masası, hətta gördüyünüz kimi piti sub snutum i говядиной. Nə vaxtdan belə piti noxudlu və mal ətindən olan şorbaya çevrilib bilmirəm, amma hər halda ermənilər Bunkerdə belə bir şəraitdə çörək yeyirlər və hətta istər sobasına, qazanlarına və odununa qədər erməni bunkerlərində olan real əşyalardır ki, onlar hamısı bizim hərbi qənimətlər parkına gətirilib və burada onların real döyüş zonası, bunkerin içi tam gördüyünüz kimi təqdim olmuş. Artıq bunker və səngərlərə daxil olanda istər-istəməz özünü Bakının mərkəzində olsa da cəbhə xəttində hiss edirsən. Düşmənin 30 il necə hazırlaşdığının real şahidi olursan. Yataq və komanda otaqlarında əsl hərb ab-havası yaradılıb. Necə varsa elə. Hətta düşmənin fiqurlarına baxanda arada diksinməmək mümkün deyil. Dizaynerlərimiz düşmənin əsl xislətini hər fiqurda verə bilib. Yaralısından tutmuş, ordumuzun hücumu qarşısında aciz qalan komandirə qədər. Düşmənin bunkerdə çox maraqlı bir elementinə də rast gəldi. Qənimətlərin arasında bu xəritə diqqətimi çəkdi və məhz bu xəritədə ümumiyyətlə bizim hücum istiqamətlərimiz, hansı istiqamətdə bizim hansı batalyonlar, briqadalar hücuma keçməli idi, düşmənin müdafiə xətti, onların artilleriya birləşmələri, divizionları və batareyaları, onların qərargahları, bir sözlə xəritədə nə qədər informasiya olmalıdırsa, onların hamısını buradan çox asanlıqla oxumaq olur və hətta gözucu belə bu xəritəyə baxanda məhz səhvlər arası Füzuli istiqaməti düzdür, erməni dilində yazılıb. Amma məhz bu istiqamətdə düşmənin müdafiə xəttinin nə dərəcədə güclü olduğunu xəritə ilə belə görmək mümkündür. Bu həm də nəyi göstərir? Bu həm də onu göstərir ki, düşmən nə qədər güclü olursa olsun, düşmən nə qədər burada möhkəmlənsin, xeyri olmadı. Otaqda olan nəzarət sistemi uydurma deyil. Düşmən həqiqətən də bu sistemlə cəbhə xəttini nəzarətdə saxlayırdı. Kameralar bir neçə istiqamətə tuşlanır və müdafiə xətti boyu baş verənlər göz qarşısında olurdu. Bununla da düşmən hansı istiqamətdə, hansı addımları atacağını planlaşdırırdı. Yeraltı yollar birbaşa səngərə çıxır. Səngərlərdə də istifadə olunan təkər və beton dirəklər də Qarabağdan, düşmən səngərlərindən gətirilib. Necə deyərlər, orijinaldır. Və bu orijinallıq bütün elementlərdə özünü qoruyur. Düşmənin iri kalibrli pulemyotları müxtəlif istiqamətlərə tuşlanıb. Düşmən Bakıya can atırdı. Düşmən bu Bakıya gəlmək istəyirdi və Bakıda düşmən silahlarının səsini düşmən özü eşitmək istəyirdi. Gəldilər. Düşmən Bakıya gəldi. Silahları da gəldi. Tankları da, topları da. Amma hansı görkəmdə? Necə? Bu hamısı gözümüzün qabağındadır. Hal-hazırda biz düşmənin möhkəmləndirilmiş atəş mövqeyində və bu möhkəmləndirilmiş atəş mövqeyi Bakının düz mərkəzindədir. Və mən tam əminəm ki, istənilən düşmən yatsaydı belə yuxusuna da girməzdi ki, onların silahları, texnikası bu vəziyyətdə bizə təqdim oluna bilər. Hərbi qənimətlər parkını gəzərkən qələbəmizi hər addımda hiss etmək mümkündür. Bu tip xətlər Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə və Kəlbəcər dağlarına qədər uzanırdı. Cəbrayıl istiqamətində bu tip xətti yaran ordumuzun necə çətin bir işin öhdəsindən gəldiyini görmək mümkündür. Və burada görüb anlamaq mümkündür ki, indiyə qədər minalarla bağlı məsələ niyə bu qədər aktual olaraq qalır və niyə düşmən hələ də mina xəritələrini bizə vermək istəmir. Bir neçə maneə sistemindən ibarətdir. Əvvəlcə atəş nöqtələri gəlir, ondan sonra tikanlı məftillərdir. Gördüyünüz kimi tikanlı məftillərdən irəlidə isə bizim hücum edən döyüşçülərimizin qarşısını kəsmək üçün az nəzərə çarpacaq məftillərdir ki, bizim döyüşçülər planlaşdırılmışdı ki, bu istiqamətdən irəli keçəndə bu məftillərə ilişib yıxılsınlar, sürət azalsın. Ondan biraz irəlidə isə minalanmış sahədir. Düzdür, mən bilirəm ki, bu minalar hal-hazırda partlamır, döyüş minaları deyil, bunların içi boşalıb, amma yenə də ehtiyat edirəm bura yaxınlaşmağa və diqqətlə fikir verin. Hətta 10 kvadrat metrlik sahədə belə, burada düzdür çox böyüdür, amma mən 10 kvadrat metri götürəm. Neçə piyada əleyhinə mina var. Söhbət PMN və PMN 2 minalarından gedir ki, onlar da çox təhlükəli minalardır və 3 sıra piyada əleyhinə minalar düzülür və bu qədər minanın içindən keçib getmək həddən artıq müşkül məsələdir. Minalardan irəlidə isə yenə də tikanlı məftillərdən hazırlanmış maneə səddidir ki, bu maneə səddini hətta üstündən belə keçmək həddən artıq çətindir.
Mümkün də deyil. Bir qayda olaraq belə zonaları daha çox düşmən pulemyotçuları qorumalı idi və buradan keçəndə itkiləri təsəvvür etmək elə də çətin deyil. MZP deyirlər rus dilində, bu tikanlı məftillərin üstündən tullanmaq müşkül məsələdir. Hətta onların içində təsəvvür et də belə ayağı qoyub və sonradan çıxartmaq bəlli məsələdir ki, hər bir yerə ilişə bilərsən və bu yenə də hücumun sürətini azaldır. Ondan irəlidə isə tank əleyhinə kirpilərdir. Bu kirpilər hətta 2-ci Dünya müharibəsindən belə planlaşdırılmışdı ki, onlar tankların qarşısını almalıdır və ona görə də belə kirpilər hazırlanır ki, tanklarımız irəli keçə bilməsin. Yenə də bu istiqamətdə onların sürəti azalır və tank əleyhinə idarə olunan raket kompleksləri onları atəş altında saxlayır. Tank əleyhinə kirpilərdən irəlidə yenə də bucaq altında tikanlı məftillərdir ki, təsəvvür edin bizim əsgərlərimiz hücuma keçir və bunun üstündən keçmək nə dərəcədə çətindir, fikir verin. Çox çətindir həddən artıq və nəzərə alın ki, bütün bu istiqamətlərin hamısı düşmənin pulemyot atəşi altında həmişə nəzərdə saxlanılır və tank əleyhinə mina sahəsidir ki, hətta burada belə TM-62 və TM-57 minaları düşmən quraşdırılır və aralarındakı məsafələrindən də başa düşmək olurdu ki, təqribən bir 100 metr məsafədə saymaq olardı ki, neçə tank əleyhinə mina bastırılıb və bu istiqamətdə tankların keçməsi həddən artıq çətin olacaqdı. Ən birinci maneə səddi isə bax buradır. Böyük bir kanal, kanalın üstündə isə torpaq valı. Və bütün bunların hamısı nəyə görə edilib? Bizim tanklar buradan hücuma keçəndən sonra burada mütləq ilişib qalmalıydı və təbii ki, buranı qalxa bilməyəcəkdilər. Piyadalarımız qalxsaydı belə, təsəvvür edin, piyada gəlir və burada yenə də insana ilişən məftillər və bunun üstünü çıxmaq həddən artıq çətin idi. Bir sözlə, düşmən Qarabağda bizə qarşı Sovet hərb elminin istənilən vasitələrindən, hətta know-howlarından belə istifadə eləmişdi. Qənimətlər Parkında klassik silah sistemləri ilə bahəm ermənilərin öz icadlarını da görmək olar. Dünya hərb sistemində Wunderwaffe, möcüzə silahı termini var. Bu tip terminlə əldə qayırma silahları adlandırırlar. Elə ermənilərin bir neçə Wunderwaffesini parkda görmək mümkündür. Bu MTLB yüngül qoşqu vasitəsi üzərinə qoyulan 57 mm-lik zenit topu və 20 mm-lik 3 lüləli avtomatik zenit toplarıdır ki, onların effektivliyini bizim dron və artilleriya sıfıra indirdi. Eləcə də Kustar erməni dühasının dırnaq arası dahiliyinin digər məhsullarını da məhz Qənimət Parkında görmək mütləqdir. 44 günlük müharibədə məhv edilən yüzlərlə tank və BMP, 50-dən çox zenit raket kompleksi, 100-dən artıq müxtəlif təyinatlı reaktiv yayılım atəşi sistemi, operativ taktiki raket kompleksləri və 350-dən çox müxtəlif kalibrli topların az bir hissəsi bu parkda təqdim olunur. Hərbi Qənimətlər Parkını gəzəndə hər formada, hər növ texnikanı görmək mümkündür. Hal-hazırda gördüyünüz isə 152 mm-lik D-20 qaubitsasıdır və məhz bu qaubitsalarla düşmən bizim yaşayış məntəqələrimizə atəşə tuturdu. Amma axırı gördüyünüz kimi nə oldu? Axırı Qənimətlər Parkında hərbi qənimət kimi bizim üçün sadəcə olaraq digər texnikalar kimi burada qoyulub. Düşmənin bizə atdığı müxtəlif raketləri də burada görmək olar. Eləcə də Tərtərdə müharibə vaxtı diplomatik korpusun şəhərə baxış keçirdiyi gün düşmənin atdığı masaya dəyib partlamayan Smerch raketi bu parkdadır. Onun yanında isə döyüş başlığı ayrılan Smerch raketinin mühərrik hissəsinin düşmənin yük avtomobilinə dəydiyini görmək olar. Hərbi parkı gəzərkən park tərtibatçılarının əhvalının daim yüksək olduğu hiss edilir. T-72 tankı və düşmən tankçısının bu ekspozisiyası ona əyani sübutdur. Tankın mexanik sürücüsünün vəziyyətinə baxın. Bir qayda olaraq bizim dronlar düşmən tanklarına zərbə endirəndə erməni tankçılarının sifətinin sonuncu cizgiləri məhz elə belə olurdu. Gözlər göyə dikəlirdi, qulaqlarla dərhal nəyisə eşitməyə çalışırdılar, amma heç bir xeyri yox idi. Belə məqamlarda bizim dronlar tank ekipajı ilə bir yerdə tankı məhv edirdi. Bəli, düşmən Bakıya gəlmək istəyirdi. Düşmən Azərbaycanı arzulayırdı. Amma bunu onlar heç təsəvvür etmirdi. Üzərində Azərbaycan bayraqları dalğalanan Bakı göydələnlərinin mühasirəsində mağmın erməni silahları. Bakıya tuşlanan erməni raketləri Bakıdadır. Amma silah kimi yox, uşaqların oyuncağı kimi. Bakıya qalib kimi girmək xülyasında olan 2000-dən çox düşmən avtomobilinin nömrəsini
Bakının düz mərkəzinə qədər gəldiyini görmək olar. Amma Qarabağ Azərbaycandır şüarını təsdiqləmək üçün bir lövhə kimi. Bu park artıq bizim ən gəzməli və əzəmətli bir parkımızdır. Bu park əsl ailəvi gəzinti parkı, görüş yeri, uşaqlara vətənpərvərlik dərsini keçmək üçün sinif, gənclərə nə qədər güclü olduğumuzu anlamaq sahəsi, şəhidlərimizə daim minnətdar olmaq məkanı. Ali Baş Komandan ordu xalq birliyini göstərən məkan. Dəmir yumruğun zərbə gücünü hamıya sübut edən yer.